Salam uşaqlar. Necəsiz inşallah yaxşısınızdır. Uşaqlar bu gün 8 noyabr Zəfər günüdür. Zəfər gününüzü təbrik edirik. Xalqımızın, millətimizin gününü təbrik edirik uşaqlar. Uşaqlar, bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. İnşallah, ya amin. Uşaqlar, bundan uşaqlar da keçək videomuzun mövzusunu uşaqlar. Sən də mövzusunu. Uşaqlar, YouTuber sıralamaq videosu çəkirik. Yəni bu qabdan hər hansısa bir YouTuberi çıxardacaq. YouTuber kim olursa olsun burada İkimiz bir yerdə sıralayacağıq. Amma burada 20 dənə YouTuber var, burada da 20 dənə sıralama yeri var. İndi siz görmürsünüz, biraz uzaqdan değil mi? Uşaqlar, hansı YouTuber çıxsa qardaşımla biz onu istədiyimiz sıraya qoya bilərik. 20-dən 1-ə qədər. Yəni uşaqlar, vaxt itirmədən videomuza başlayaq. Biriniz kimə eləsin? Necə taş kağıt makas oynayaq? Taş, kağıt, makas. Dəqiqə, gözlə. Neysə, qarışdır. Taş, kağıt, makas. Tutdum uşaqlar, deməli mən başlayacağam. Neysə, götürdüm, rast gəlib. Dəqiqə bir yazılmayıb, səhvdir. Bunu bilmədən oxumuşum. Götürdüm də, götürdüm. O, Stockesfield. Bunu Stockesfield 132 milyon abunəçisi var, onun qardaşım bilməyəcək. Netama xarici YouTuberdə çox seviyorum. Uşaqlar bilənlər bilirdi, orada Şam var, Temenzad var, Bok var, sonra necə və s. Mən onu sevirəm. Bilsən necə videolar çəkir? Evdə gizli qalmaq videoları. Yəni evin altına gizli yerlər inşa edir, havuzdur, zat evin altına havuzda ev zat inşa edir. Sən özün qoy, 132 milyon abunəçisi var. Bu xarici YouTuberdir. Stywild yazıb baxa bilərsiniz, çox qəşəng YouTuberdir. Ona da adını. Uşaqlar, bu arada bizə dəstək olun. Mən Stywild-ı ona qoydum. Baxın, Stywild-ı ona qoymuşam. Sən neçə qoydun? 6. Dobry qoymalısın, nə bileyim. Deyil, olaş. Neyse uşaqlar, indi qardaşım götürür. Və uşaqlar götürürəm. Və uşaqlar açdım. Dəqiqən birinci kamera. İlkin Feyziyev gəldi uşaqlar, bu arada biz İlkin Feyziyevin fanatıyıq. Birdən rast elə, birdən təsadüfən olsun İlkin Feyziyev bu videoya baxsa, salamlarımızı bildiririk. Bəli uşaqlar. İnşallah baxarlar bu videoya. İlkini mən direkt 1-ə qoydum. Uşaqlar, heç bir YouTuber baxmasınsa bir dənə İlkin baxsın. Bəli uşaqlar. Neyse. Direkt 1-ə qoyacağım. Dur, şimdi mən də direkt yəni. Uşaqlarımızın YouTube'u 7 ildir başlayıb. Bəli uşaqlar. Yazdık uşaqlar, İlkin Feyziyev, sən də göstər. Uşaqlar yazdık gördüyünüz kimi. Aşı. Gəl. Çox da yaxından göstərdim. Və uşaqlar indi Mən götürürüm. Əminiz belə vereyim. Onu seç. Kim çıxdı? Ahmet Can Dündar. Ahmet Can Dündar da çox, amma çox sevdiğim YouTuberdir. Həm uşağımdan ona baxırdım, 7-8 yaşından da tanıyırdım. Ahmet Can Dündar'ı 9'a qoyacaq. 6 milyon ya da 4 milyon abunəçisi. 5 milyonu? Hə, 5 milyon. Sıla'nın neçə abunəçisi var Sıla Dündar? Sılan bilmirəm. 2 milyon, 2 milyon. İnşallah. Mən Ahmet'i 9'a qoydum. Mən 5'e qoyaram.
Uşaqlar qoydum 5-ə. Qoydum. Bəli, qoydum. Mən Ahmet yazdım. Arkadaşlar. Dostlar, indi mən götürürəm. Şu indi qardaşım götür. Götür. Sən deyəsən 2 dəfə götürdün, he? Yo, götür. Stay Build sən götürəndə çıxdı. Yo, mən Stay Build'ı çıxartdım. Sən iki diyeceğim, mən də Ahmet. İndi sən sır. Götür da onu. Ne çıxdı? Orxan Əbəlfəz. Orxan Əbəlfəz. Orxan Əbəlfəz də çox sevdim YouTuberdə. Ona 14'e qoyacağım. Nə? Mən Orxan Əbəlfəzi qoyacağım. Neçəyə qoyum? 3'ə. 3'ə qoyacağım. Bu qardaşım götürür. Neçəyə qoydun? 3'ə. İndi mən götürürüm. Görək nə çıxacaq uşaqlar. Ən birinci sizlərə göstərəcəm. Kameraya baxın, indi görərsən. Heç mən də görmədim. Deyəsən belə tutmalıyım. Bilməm, səhv tuturam. Düz tuturam. Nə çıxdı? Mr. Beast Mırbəyast. O, Mr. Beast. Birə qoymaq istəyirdin? Yox. Mr. Beast çox izlənməyib bu aralar. Ama bu aralar. Mr. Beast. Məncə 4. Üçlüydü. Mırbəyast. Ayda ya da 3'ə qoymalıyım. Mr. Beast'i çox sevirəm. Məcbur 7'yə qoymalıyım. Birə qoymaq istəyirdin? Yox. Birli həmişə ilkindi, həmişə də olacaq. Mən Mr. Beast'i 5'ə. Mr. Beast. Bir gün olacaq ilkin Mr. Beast'i keçəcək bura. Globalda Azərbaycanın ilk YouTuberi olacaq. Ən qəşəng YouTuberi. Və uşaqlar Mr. Beast'i mən 5'ə qoydum. Uşaqlar qardaşım 5'ə qoydum. Neçəyə? 5'ə. Mən ama 7'yə. Çünki 5 Ahmet sandığında qoyacaq. Gəl. Kimi seçsin indi? Hə, belə qarşı. Xeyr, mən seçirəm. Sən Mr. Beast çıxdısan. Aha, saçlı. Mən seçirəm. Seç. Ne çıxdı? Zevs. Zevs'i ona qoymaq istəyirdim, amma 9'a da qoymaq olar. 9'a da qoyamıram, 8'ə qoyacam Zevs'i. Zeft nədir? Zeft 4'e qoyardım ama 4'e başqa YouTuberlərin olduğu üçün 8'e qoyum. Şu an yerim qalmıyor qədər. İndi mən götürürüm. İnşallah bir şey çıxır. Gəl gözlə. Nə çıxdı? Gözümü yumdum. Baxdım. İbrazora. Göstərim sizə düşürəm. İbrazora. Buradan oxuyun. İbrazora. Neyse. İbrazora'nı mən 4'ə qoyacam. Ayda. İbrazora'nı 4'ə qoyacam. Yo, 11. Yo, 10. Özdə ancaq sıralamaya sevdiyimiz YouTuberləri qoymuş. Mən ona qoydum. Sən neçəyə qoydun? 4'ə. Gəl. İndi kim seçir? Sən seçsin. Həmişə sən seç. Saçıram da. Keç belə düz otur. Və uşaqlar mən seçdim, görək nə çıxır. İnşallah qəşəng bir şey çıxar. Bir də
Kameraya göster məncə. Demə, kameraya göster. Uşaqlar, Süleyman Serin. Süleyman Sərin çıxdı. Serin də o bura, Serin deyil. Bizim dildə Sərindir də yəni. Deyil. Onun Süleyman Serin də fanatıyam. Yəni fanıyam. Çox gözəl. 11'e koyacağım. Qoşuram bu arada. Canlı yayınlarında da. Brawl Stars bilgi yarışmasında da arada maraqlı şeylər. Brawl Stars bilgi yarışması. Arka sokaklar gedər ömür var. Ayda 9'a koyanmadan 4'e koyacağım mecburen. Süleyman. Dostlar, Süleymanı mən 11'e koydum. İndi qardaşım götürür. Şalar tıkan karıştırdım. Götürdüm. Birini. Şalar koy. Şalar gördü dedesini atmışım. Jardası bir 10-15 tane. Şöyle baktım. Ümit Peksoy. Ümit Peksoy 2'ye qoyulası YouTuberdir. Çox qəşəng videolar çəkir. Yəni əfsanə videolar çəkir. Amma Türkiyəli uşaqlar onu da bəzən Türkiyəlilər də eləmiş. Mən 9'a qoyacağam. Çünki başqa yeri yoxdur. 3 ilə 2'yə qoyacağam. Bedo var, sonra kimler var? Tahir var. Tahir, sonra Muhammed. Neyse. Şalar like atın da videoya. Böyle o ne de onun kanala. Orada Heroes. Şalar size bir tane sıralamadan bir nefer diyeyim. Sıralama da burada olan. Hero da yazmışım bu arada. Eğer bu YouTuberlerden birisinin adı burada çıktısa like atsın da ona da salamlar diyelim. Eğer burada adı çıktısa YouTuberler. Ümit Peksoy'u biraz zor Orhan Berkay Zahmet Zan'ı. Ümit Peksoy'u neçəyə qoydum? 9'a. Mən 2'ye. Çünki çox əfsanə videolar çəkir. İndi mən götürürəm. Dəqiqə. Və uşaqlar mən götürdüm, seçdim. Buraya sıfır. Tıp ne çıktı? Harun Livi. Harun Livi. Harun Livi də çox sevdiyim birisidir. Ben de seviyorum ama 15'e koyacağım. Yo 11'e. Ayıp olmaz. Ayıp olmasın göre biraz da hoştum. Şu an bundan böyle asker videolar arkadaşlar. Dostlar. Harun Livi'nin görəsən VR gözlüyü var. 6'ya koyacağım.